Salam əziz şagirdlər, abituriyentlər və müəllimlər. Atmosfer bölməsinə aid olan videomuzun ikinci hissəsini sizlərə təqdim edirəm. Küləklər haqqında sizə müəyyən qədər izah verim. Deməli, atmosferdə hava daim hərəkətdə olur və havanın hərəkəti müxtəlif istiqamətlərə yönəlir. Gücünə və sürətinə görə fərqlənir. Onlar yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır. Müxtəlif dərəcədə qızıb soyuma, quru və su sahələri arasında müşahidə olunur. Bildiyimiz kimi, quru sahələri tez qızır, tez soyuyur, suyun istilik tutumu çox olduğuna görə yavaş-yavaş qızır və gec soyuyur. Nəticədə yer səthində müxtəlif temperatura və sıxlığa malik olan ərazilər formalaşır. Bunun nəticəsidir ki, aşağıdakı sxemdə müşahidə etdiyiniz kimi, soyuq havanın enən hərəkəti müşahidə olunur, isti havanın isə yüngül olduğu üçün qalxan hərəkəti müşahidə olunur. Və bu enən hava axınları yüksək təzyiq əmələ gətirir, qalxan hava axınları isə alçaq təzyiq əmələ gətirir. Və bildiyimiz kimi, hava yüksək təzyiq qurşağından alçaq təzyiq qurşağına doğru axır. Deməli, küləyin əmələ gəlməsinin səbəbləri nələrdir? Yerin kürə formasında olması, şüaların müxtəlif düşmə bucağı, günəşin müxtəlif hündürlüklərdə olması, yer səthinin müxtəlif cür qızması, temperaturun müxtəlifliyi və nəticədə küləyin əmələ gəlməsi. Deməli, quru ilə su arasında olan dedik temperatur fərqindən əmələ gəlir. Bu, həmçinin gecə və gündüz brizlərində əmələ gətirir. Bildiyimiz kimi, gündüzlər quru çox qızır, məsələn, müsbət 30 dərəcə Selsi. Su isə az qızır, müsbət 15 dərəcə Selsi. Nəticədə quru üzərində alçaq təzyiq yaranır, hava axınları suyun üzərindən quruya doğru hərəkət edir. Bu, gündüz brizi adlanır, yəni sudan quruya. Gecələr isə hava quru ərazidə çox soyuyur, suda isə istilik tutumu çox olduğuna görə nisbətən temperaturu yüksək qalır. Ona görə də hava axını qurudan suya doğru hərəkət edir və nəticədə gecə brizləri əmələ gəlir, hansı ki, qurudan suya doğru külək istiqamətini dəyişir. Küləyin göstəricilərinə onun istiqaməti, sürəti və gücü aiddir. Küləyin istiqaməti onun hardan əsməsinə görə təyin edilir. Məsələn, külək şimaldan əsirsə şimal küləyi adlanır, cənub-şərqdən əsirsə cənub-şərq küləyi adlanır. Bu istiqamət küləyin hava şəraitinin necə dəyişməsinə təsir göstərir. Məsələn, şimaldan əsən küləklər havanın temperaturunu aşağı salır, çünki şimalda bizim soyuq şimal qütbümüz var. Okeandan əsən küləklər rütubətli hava gətirir. Küləyin sürəti 1 saniyədə neçə metr və ya 1 saatda neçə kilometrdirsə, buna əsasən onun sürəti müəyyən olunur. Və bu sürət anemometr adlanan cihazla təyin olunur. Küləyin gücü onun 1 kvadrat metrlik lövhəyə göstərdiyi təzyiqlə ölçülür. Ölçü vahidi kimi kiloqram bölək metrin kvadratından istifadə olunur. Küləyin istiqaməti və gücü Flüger ilə ölçülür. Küləyin gücü Beaufort şkalasına əsasən 12 balla müəyyən olunur. Deməli, birinci şəkil sxemdə küləyin istiqamətini göstərən bir qrafik görürsünüz. Külək əgər qeyd etdiyimiz kimi şimaldan əsirsə şimal küləyi, şərqdən əsirsə şərq küləyi, şimal-qərbdən əsirsə şimal-qərb küləyi adlanır. Flügerlə küləyin istiqamətini və gücünü müəyyən edirik. Anemometrlə isə küləyin sürəti müəyyən olunur. Küləklərin əsdiyi səmtin istiqaməti bu cür oxlarla göstərilir. Məsələn, şimal küləyi oxun ucu cənuba doğrudur. Müəyyən məntəqələrdə üçün küləklərin istiqaməti külək gülü adlanan sxemlə göstərilir və yer kürəsinin ayrı-ayrı ərazilərində özünə məxsus xüsusiyyətlərə malik olan yerli küləklər formalaşır. Belə küləklərə Şimali Afrika və Ərəbistanda səmum xəmsin, Şimali Qafqazda bora, Avstraliyada vili-vili, İtaliyada sirokko, Baykal ətrafı ərazilərdə sarma, Fransada mistral kimi küləkləri misal göstərmək olar. Səmum küləkləri isti və quru olmasına görə digərlərindən fərqlənir. Xəritədə hər bir küləyin, necə deyərlər, əsdiyi ərazilər, xarakterik ərazilər göstərilibdir. Gördüyümüz kimi mistral hansı ərazi üçün xarakterik idi? Bəli, Fransa üçün, sirokko İtaliya üçün, bora küləkləri Qafqaz üçün, sarma Baykal ətrafı üçün, Baguyo Filippində, vili-vili Avstraliyada, səmum xəmsin isə Şimali Afrika və Ərəbistan ərazisi üçün xarakterik küləklərdir. Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir və bu küləklər daimi küləklər adlanır. Onlar yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir.
Yerin öz oxu ətrafında fırlanması nəticəsində bilirik ki, meyl etmə qüvvəsi, yəni Coriolis qüvvəsi yaranır və bu qüvvənin təsirindən şimal yarımkürəsində küləklər sağa, cənub yarımkürəsində isə sola meyl edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyl etməsi də artır. İndi daha təfərrüatlı şəkildə izah edeyim. Passat küləkləri tropik enlikdən ekvatora doğru əsən küləklərdir. 23,5 dərəcədən 0 dərəcəyə tropiklər arasında bütün məntəqələrdə vardır. Gördüyümüz kimi bütün məntəqələrdə passat küləkləri müşahidə olunur. Cənubi Amerika, Şimali Amerika, Avstraliya, yuxarıdan Afrikanın şimalı, Avrasiyanın cənubu, İndoneziya, Malaziya ərazilərində deməli passat küləkləri xarakterik küləklərdirlər. Materiklərin şərq hissəsinə təsir edir, rütubətli hava şəraiti yaranır. Qərb küləkləri tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru 45-60 dərəcə enliklərdə əsən küləklərdir. Şimal mülayim qurşağında qərb küləkləri Avrasiyada Ural dağlarına qədər olan əraziyə böyük yağıntı gətirir. Diqqətlə baxsaq, Ural dağları bu ərazidə yerləşir və bu hissəyə qədər olan əraziyə qərb küləkləri bol yağıntı gətirir. Antarktida materikinin ətrafında qərb küləkləri soyuq qərb küləkləri cərəyanını yaradır. Bildiyimiz kimi, soyuq qərb küləkləri cərəyanı Antarktidanın ətrafında dövr edir. Qərb küləkləri Alyaska və Çilinin cənub-qərb qurtaracağına bol yağıntı gətirir. Alyaskanın və Çilinin cənub-qərb qurtaracağına bol yağıntı gətirir. Və ən çox Avropanın qərbinə təsir edir. Burada mülayim dəniz iqliminin yaranmasına səbəb olur. Ən böyük cərəyan olan Gulf Stream cərəyanı da qərb küləklərinin təsirindən yaranır. Şimal-şərq və cənub-şərq küləkləri. Bunlara qütb küləkləri də deyilir. Qütblərdən mülayimə doğru əsən küləklərdirlər. Şimaldan əsən qütb küləkləri şimal-şərq küləkləri, cənubdan əsən qütb küləkləri isə cənub-şərq küləkləri adlanır. Və dediyimiz kimi havanın nisbətən soyumasına səbəb olur. Müxtəlif ərazilərdə özünə məxsus xüsusiyyətlərə malik olan yerli küləklər vardır. Buna misal olaraq Abşeronda Xəzri və Gilavarı, Aranda Ağyer və Qarayeli misal göstərə bilərik. Həmçinin dağ-dərə küləkləri adından göründüyü kimi Azərbaycanın dağlıq vilayətlərində ilin isti dövründə, xüsusilə yayda çox təkrarlanır, bir növ brizlər kimi. Necə ki, gecə-gündüz brizli var, sutkalıq küləklər. Bunlar da onlar kimidir. Küləklər, gecə küləklər, dərələr, eləcə də yamaclar boyu dağdan dərəyə və dağətəyi düzənliyə, gündüzlər isə əks istiqamətində əsir. Deməli, gündüzlər dərədən dağın yuxarısına, gecələr isə yuxarıdan aşağıya doğru əsir. Deməli, dağ-dərə küləkləri Böyük və Kiçik Qafqaz dağlarının cənub-şərq yamaclarında həm yayda, həm də qışda müşahidə olunur. Dağ-dərə küləkləri dağlıq ölkələrdə böyük dərələrdə yerləşən yaşayış məntəqələrinin havasının təmizlənməsində mühüm rol oynayır. Föhn küləkləri. Deməli, dağlıq ərazilərdə ilin soyuq dövründə əsən isti küləklərdir. Föhn küləkləri deməli, dağın ətəyindən yuxarısına doğru qalxır və hava doyma həddinə çatdığına görə aşağıdan yuxarıya doğru qalxanda yamacın bu hissəsinə bol yağıntı düşür. Ancaq yuxarıdan enib aşağıya doğru enəndə artıq hava doyma həddindən uzaqlaşdığına görə digər yamaca yağıntı vermir. Keçdik əsas məsələmizə, siklon və antisiklonlar. Deyəcəksiniz ki, indiyə qədərkilər əsas deyildimi? Əsas idi. Ancaq bir çox, necə deyərlər, coğrafiya həvəskarının, coğrafiya öyrənənin qarışdırdığı mövzudan biridir bu siklon və antisiklonlar. Siklon alçaq təzyiq sahəsidir. Gördüyümüz kimi mərkəzində alçaq, kənarlara doğru təzyiq yüksəkdir. Ona görə də hava kənardan mərkəzə doğru hərəkət edir. Şimal yarımkürəsində saat əqrəbinin əksinə, fikir verirsiniz, bu tərəfə doğru fırlanır. Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Yəni, bu formada saat əqrəbi istiqamətində hərəkət edir. Və necə deyərlər, hər ikisində mərkəzində alçaq təzyiqdir, kənarlarında isə yüksək təzyiqdir. Əraziyə siklon daxil olarsa, buludlu, yağıntılı, küləkli hava gəlir. Tayfun, yəni tropik siklonlar bunlara aiddir. Cənub-Şərqi Asiya, Hindistan, Filippin, Koreya, Hind-Çin yarımadası bu ərazilərdə tayfun adlanır siklonlar. Amerika ərazisində isə, hansı ki, Karib dənizinin ətrafında, Antil adaları, Florida və s. ərazilərdə tornado və ya smerç adlanır tropik siklonlar.
Antisiklon nədir? Mərkəzində yüksək təzyiqdir, kənarlarında isə alçaq təzyiqdir və hava yüksəkdən alçağa doğru hərəkət etdiyinə görə oxun istiqaməti kənara doğrudur. Antisiklon siklondan fərqli olaraq şimal yarımkürəsində saat əqrəbi istiqamətindədir, cənub yarımkürəsində saat əqrəbinin əks istiqamətindədir. Siklona əksdir antisiklon. Deməli, siklon şimalda saat əqrəbinin əksi, cənubda saat əqrəbi istiqamətindədir. Antisiklon isə şimalda saat əqrəbi istiqamətində, cənubda isə saat əqrəbinin əks istiqamətindədir. Siklonun mərkəzində alçaqdır, kənarında yüksəkdir. Antisiklonun isə mərkəzində yüksəkdir, kənarında alçaqdır. Belə antisiklon əraziyə daxil olursa, yüksək təzyiq sahəsi yaranır və sakit hava müşahidə olunur. Əsasən antisiklonun mərkəzindəki sakit hava şəlakət adlanır, yəni sakit, küləksiz vəziyyət. Antisiklonlar subtropik enliklərdə və Antarktidanın üzərində, qışda materiklərin mülayim enliklərində əmələ gəlir. Qeyd edək ki, Sirokko, Həbib, Xəmsin, Səmum toz burulğanları da bu antisiklonlara daha doğrusu aiddir. Mussonlar quru və su hövzələrinin qeyri-bərabər qızması nəticəsində yaranırlar və istiqamətlərini ildə 2 dəfə dəyişən küləklərdir. Deməli, musson küləkləri əsasən cənubi, cənub-şərqi, şərqi Asiyada müşahidə olunur. Yayda Asiyanın mərkəzi və cənub sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Mərkəzi materiki daha doğrusu əhatə edən sakit və Hind okeanlarından su sahələri yavaş qızdığına görə onların üzərində hava hələlik soyuq və ağır olur. Buna görə də hava axınları okeandan quruya doğru yönəlir. Okeandan quruya doğru gələn hava axınları da özləri ilə bol yağıntı gətirirlər. Bu materiklərdən axan Xuanxe, Amur, Yansızı, Mekong, Qanq və Brahmaputra çaylarında suyun səviyyəsinin qalxmasına və daşqınların baş verməsinə səbəb olur. Qışda Avrasiyanın mərkəzi hissəsində soyuq hava şəraiti yaranır. Okean isə istilik tutumuna görə nisbətən temperaturu daha mülayim olur və buna görə də qışda yaydan fərqli olaraq hava axınları materikdən okeana doğru hərəkət edir. Nəticədə qış musson küləkləri yaranır. Avrasiyadan sakit və Hind okeanlarına doğru yönələn bu küləklər qış mussonlardır və materikin mərkəzi sahələrində formalaşan soyuq və quru hava sakit okeana doğru yönəlir. Quruda ən küləkli yer Antarktidada Adeli torpağıdır. Bura tufanlar ölkəsi deyilir. Burada daimi güclü küləklər əsir və onların sürəti saniyədə 88 metrə çatır. Ona ehtiyat küləklər deyilir və okeanda ən küləkli sahə isə yenə də Antarktidada birlik buxtasıdır. Tornadolar Şimali Amerika materikində dağların meridian boyu şimaldan cənuba doğru yerləşməsi nəticəsində yaranır. Bu hava axınları materikə şimaldan və cənuba və ya əksinə hərəkət edən hava axınlarının bir növ toqquşması nəticəsində baş verir. Ona görə də materikin şimalı və cənubu arasında böyük temperatur fərqi yaranır. Nəticədə materikin ABŞ-a aid olan ərazilərində güclü hava burulğanları əmələ gəlir. Küləyin belə forması tornado və ya smerç adlanır. Biz siklon dərsində qeyd etdik ki, bunlar tropik siklonlardır. Atmosfer burulğanı topa yağış buludlarını əmələ gətirir və aşağıya hərəkət edir. Onun əhatə dairəsi bir neçə 10 metrdən yüzlərlə metrə qədər olur. Tornado ABŞ-ın mərkəzi və cənub rayonlarında əmələ gəlir və xeyli dağıntılara səbəb olur. Küləyin əhəmiyyəti, küləklər okean və dənizlərdən rütubətli havanın materiklərə aparır və belə olmasaydı, materiklərə bir damcı belə yağış yağmazdı. Biz bilirik ki, suyun kiçik dövranında ən çox yağıntı dövr edir. Daha doğrusu su dövr edir, okeanlardan buxarlanır su və okeanlara qayıdır. Böyük dövranın yaranmasında isə əsas aspekt küləklərdir. Külək əsərkən şəhərlərdə toplanan çirkli havanı qovur, onun təmizlənməsinə şərait yaradır. Küləklər istiqamətinə görə yelkənli gəmilərin üzməsini asanlaşdırır, həmçinin mühüm enerji mənbəyidir. Hazırda xüsusi olaraq qurulan qurğuların köməyi ilə külək enerjisi alınır. Şəkil sxemdə yay mussonları və qış mussonlarını görürsünüz. Təkrar olaraq deyim ki, yay mussonları Hind və Sakit okeanından Avrasiya materikinə doğru, qış mussonları isə materikdən Sakit və Hind okeanına doğru əks olaraq əsir. Hava kütlələri. Troposferin ümumi fiziki xassələri, temperatura, rütubətliliyə, təzyiqə və s. malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır. Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntı düşür və burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır.
Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur, bulud əmələ gəlir. Tropik hava kütlələri şimal və cənub tropikləri ətrafında formalaşır. Burada temperatur yüksək, hava quru və tozludur. Hava axınları aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntı az olur. Mülayim hava kütlələri 50-60 dərəcə şimal və cənub enlikləri ərazisində formalaşır. Hava mülayim və yağıntılı olur. Arktik hava kütləsi arktik zonada yaranır. Aşağı temperatur, az rütubət, yüksək təzyiq ilə fərqlənir. Antarktida hava kütləsi də Antarktida materik üzərində formalaşır. Yayda və qışda kəskin şaxta, güclü külək olur. Qütblər yüksək atmosfer təzyiqi sahəsində olduğuna görə hava quru və şəffafdır. Qeyd etdiyimiz kimi bir də təkrar desək, ekvatorial alçaq təzyiqdir, yağıntı çoxdur, istilik yüksəkdir. Tropik yüksək təzyiq olduğuna görə yağıntı azdır, ancaq temperatur yüksəkdir. Mülayim də alçaq təzyiq olduğuna görə temperatur normaldır, mülayimdir, yağıntı isə çoxdur. Özü isə alçaq təzyiqdir. Qütb ətrafı ərazilər yüksək təzyiq qurşağı olduğuna görə yağıntı azdır, temperatur aşağıdır və ərazisi şaxtalı və soyuqdur. Formalaşdığı əraziyə görə dəniz və kontinental hava kütlələri ayrılır. Dəniz hava kütlələri okeanlar və dənizlərin üzərində formalaşır. Onlar yüksək rütubətliliyi, havanın sutkalıq və illik temperatur amplitudunun az olması ilə fərqlənir. Materiklərin daxilində kontinental hava kütlələri yaranır. Burada qış soyuq və quru, yay isə isti və quru keçir. Tropik, mülayim, arktik hava kütlələri dəniz və kontinental tiplərə ayrılır. Qısası deyirik ki, dəniz hava kütlələrində temperaturun illik və günlük amplitudu aşağıdır. Yəni istər gecə, istər gündüz, istər yayda, istər qışda hava nisbətən mülayim keçir. Fərq o qədər də böyük deyil. Buna görə də sutkalıq və illik amplitud aşağıdır. Ancaq kontinental hava kütlələrində qışda hava kəskin soyuq, yayda isə çox isti olduğuna görə illik temperatur amplitudu yüksəkdir. Azərbaycanda yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə də yay isti və quru, qış isə yağıntılı və mülayim keçir. Azərbaycanda yağıntılar əsasən qış fəslində düşür. Hava kütlələrinin yerinin dəyişməsi il ərzində günəşin üfüqdə vəziyyətinin dəyişməsi ilə əlaqədardır. Atmosfer cəbhələri nədir? Deməli, hava kütlələri arasındakı keçid zonalar atmosfer cəbhələri adlanır. Deməli ki, necə ki biz ekvatordan birbaşa tropikaya keçmirik, onların arasında müəyyən bir hava cəbhəsi var. Formalaşdığı əraziyə görə Arktika, Antarktika, mülayim, tropik atmosfer cəbhələri ayrılır. Onlara planetar atmosfer cəbhələri deyilir. Arktika və mülayim hava kütlələri arasında arktik cəbhə, cənubda antarktik cəbhə yerləşir. Mülayim və tropik hava kütlələri arasında mülayim cəbhə. Tropik və ekvatorial hava kütlələri arasında isə tropik cəbhələr yaranır. Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Əgər isti hava soyuq havanı sıxışdırarsa, onda isti cəbhə, əgər əksinə soyuq hava isti havanı sıxışdırarsa, soyuq cəbhə yaranır. İsti cəbhə yaranarsa, bu zaman temperatur artar, təzyiq azalar, yağıntı düşər. Əvvəl lələkli, sonra laylı topa buludlar yaranar. Soyuq hava isti havanı sıxışdırarsa, soyuq cəbhə əmələ gələr. Soyuq cəbhədə hava soyuyur, atmosfer təzyiqi artır, güclü külək əsir, sonda leysan yağışlar yağır. İldırım, şimşək çaxması müşahidə olunur. Topa buludlar, güclü yağış buludları hesab olunur. Birinci şəkildə görürsünüz ki, isti cəbhə soyuq cəbhəni sıxışdırıb. Nə baş verir? Deməli, yağış yağır, temperatur artır, təzyiq azalır və əvvəl lələkli, sonra laylı topa buludlar yaranır. Əgər soyuq cəbhə isti cəbhəni sıxışdırarsa, bu zaman ildırım, şimşək çaxır və topa buludlar yaranır. Yağıntıların paylanması. Yer kürəsində yağıntıların paylanması müxtəlif amillərdən asılıdır. Coğrafi enlikdən, təzyiq qurşaqlarından, relyefdən, okeanların təsirindən asılı olaraq yağıntıların paylanmasında fərqlər müşahidə olunur. Ekvatorial enliklərə il ərzində 2000-3000 mm və daha çox yağıntı düşür. Demək olar ki, fəsillər yoxdur, burada həmişə yay fəslidir, hər gündə yağış yağır. Burada yüksək temperatur, güclü buxarlanmaya və havanın qalxan hərəkətinə səbəb olur. Qızmış hava sürətlə qalxaraq topa buludlar yaradır və demək olar ki, hər gün yağış yağır. Tropik enliklərdə yağıntıların miqdarı xeyli azdır. Bunun səbəbi yüksək təzyiq və havanın enən hərəkətinin üstünlüyüdür. Bəzən bu enliklərdə illik yağıntının miqdarı 10 mm-dən belə az olur. Mülayim enliklərdə yenidən alçaq təzyiq qurşağı olduğuna görə yağıntının miqdarı daha artır.
Şimal yarımkürəsində materiklərin qərb sahilində yağıntının artmasına, qərb küləkləri, şərq sahillərində isə musson küləkləri təsir göstərir. Qutbyanı enliklərdə yüksək təzyiq və enən hava axınları hakim olduğuna görə yağıntının miqdarı yenidən kəskin azalır. İl boyu yağıntı bərk halda düşür. Antarktidanın mərkəzi hissələrində illik yağıntının miqdarı 50 mm-dən az olur. Yer kürəsində ən çox illik yağıntı 1400 mm hava adalarına, mütləq maksimum yağıntı isə Himalay dağlarının cənub yamacına, yəni Cerrapunca məntəqəsinə düşür. 2300 mm-dən çox. Mütləq minimum yağıntı isə Atakama səhrasında cəmi bir neçə millimetr. Atakama səhrası Cənubi Amerikada yerləşir bu arada. Yağıntılar il ərzində müxtəlif paylanır. Bu yağıntıların paylama diaqramında əks olunur. Mussonların hakim olduğu regionlarda yağıntılar başlıca olaraq ilin yay aylarında, Aralıq dənizi sahillərində, qış aylarında, ekvatora yaxın ərazilərdə isə il boyu bərabər düşür. Gəlin indi bu yağıntı qrafiklərinə baxaq. Gördüyümüz kimi yağıntı yay fəslində düşübdür, 7-9-cu aylarda və yay aylarında qrafik görürsünüz ki, yuxarı qalxıb, deməli bu mussondur. İllik yağıntı fikir verirsiniz, qış aylarında çoxdur, yay ayında azdır. Bu subtropikin aralıq dənizi tipidir. Yağıntının qrafiki demək olar ki, sabitdir. Bu da ekvatorial ərazi üçün xarakterik olan qrafikdir. Xəritədə eyni miqdarda yağıntı düşən məntəqələri birləşdirən xətlər izogeytlər adlanır. Yağış. Buludlar su damcılarından və buz kristallarından təşkil olunur. Yuxarı qalxan hava axınları onların yerə düşməsinə imkan vermir. Aşağı yuxarı hərəkət edərkən onlar havada olan su buxarını özünə birləşdirməklə tədricən böyüyür. Nəticədə ölçüləri böyüyən damcılar yağışa çevrilir. Buludların əmələ gəldiyi yüksəklikdən, ilin fəsillərindən, yer səthinə yaxın temperatur və rütubət şəraitindən, kənardan gələn rütubətli hava axınlarının xarakterindən asılı olaraq yağıntıların müxtəlif növləri əmələ gəlir. Düşmə xarakterinə görə aramsız narın, diskin və leysan yağıntı formalarına ayrılır. Yağıntıları görürsünüz. Yağıntı formalarına görə ilin isti dövründə düşən yağıntılar yağış, çiskin, şey, dolu. İlin soyuq dövrünün yağıntıları qar, qrov, sırsıra və yağışdır. Buluddan düşən yağıntılar yağış, qar, doludur. Yer səthinə yaxın havanın soyuması nəticəsində əmələ gələn yağıntılar isə şeh, qrov, sırsıra və dumandır. Qar qışda havanın temperaturunun yer səthinə yaxın 0 dərəcədən aşağı olduqda buludlarda toplanan su damcılarının qar dənəciklərinə çevrilməsi nəticəsində yaranır. Ona görə də yağıntı qar şəklində düşür. Havada əmələ gələn qar dənələrinin quruluşu heç vaxt bir-birinə oxşamır. Qütblərə yaxın yağan qar bir neçə ay yerdə qalır. Azərbaycanda yağan qar bir neçə günə əriyir və daimi örtük əmələ gətirmir. Böyük səhraya demək olar ki, qar heç vaxt yağmır. Qar qışda torpağı donmağa qoymur. Orada olan həşəratları və digər canlı orqanizmləri şaxtadan qoruyur. Qar tədricən əridiyinə görə çox hissəsi torpağa opur və onun rütubət ehtiyatını artırır. Ona görə yazda torpağın məhsuldarlığı yüksək olur. Dağlarda yağan qar çayları qidalandıran əsas su mənbələrindən biridir. Dolu. Özü ilə birlikdə su buxarını yuxarı qaldıran hava axınının gücü və sürəti yer səthinin qızma dərəcəsindən asılıdır. Havanın qızmağa başladığı yazda və yayın əvvəlində bir neçə gün davam edən qızmar havanın yuxarıya qalxan axınlar əmələ gəlir. Bu dövrdə dağların orta və yüksək dağlıq sahələrində havanın temperaturu hələ də aşağı olur. İki ərazi arasında yüksək temperatur fərqi havanın sürətlə qalxmasına səbəb olur və bu zaman topa yağış buludları olan yüksəkliklərdə havanın temperaturu -10, -15 dərəcə olur və buz dənələri əmələ gəlir. Havada aşağı-yuxarı hərəkət edən buz dənələrinin böyüməsinə təsir edir. Ağırlaşan dənələr yerə çatana qədər ərimirsə, dolu yağır. Burada da dolunun yağma mexanizmini görürsünüz. Hava axınları yuxarı-aşağı hərəkət edir və həmin o soyuq hava axınları soyuq 0 dərəcə temperaturla rastlaşır. Ona görə də əgər ərimirsə, dolu formasında düşür. Dolu yağması dağlarda və dağətəyi ərazilərdə müşahidə olunur. Onun yaranması yazda və yayın əvvəllərində tez-tez müşahidə olunur. Dolu kənd təsərrüfatı əkinlərinə ciddi ziyan vurur. Bu zaman əsas güclü külək və leysan yağışları da dağıntılara səbəb olur. Ona görə dolunun qabaqcadan xəbər verilməsi ilə onu əmələ gətirən buludların dağıdılması mümkündür. Sırsıra yer səthinə yaxın havanın temperaturu 0 dərəcədən -3 dərəcəyə qədər, bəzən daha aşağı olarkən soyumuş yağış və duman damcılarının donması zamanı əmələ gələn bərk yağıntıdır.
Sırsıra yüksək intensivliyə malik olan zaman təhlükəli olur. Məftillər qırılır, budaqlar sınır. Rabitə xəttlərində dirəklər aşır. Bu şəkildə isə sırsıranı görürsünüz. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız narın və ciskin formalı olur. Leysan yağışları qısa müddətli, lakin gürsulu olur. Əsasən topa yağış buludlarından yağır. Aramsız narın yağışlar az intensiv olur. Belə yağışlar bir neçə gün davam edir. Laylı yağış və yüksək laylı buludlarda əmələ gəlir. Ciskin yağışlar isə damcıları çox kiçik olur. Havadan asılı vəziyyətdən yerə düşür. Onlar laylı və topa laylı buludlardan yaranır. Buludlar. Atmosferin yuxarı qatlarında havanın temperaturu aşağıdır. Əksər hallarda mənfi kəmiyyətə malikdir. Ona görə də belə temperaturda su buxarı buz kristallarına çevrilir. Troposferin yuxarı qatlarında su damcıları və buz kristallarının toplanması bulud əmələ gətirir. Mütləq yüksəklikdən və yaranma şəraitindən asılı olaraq buludlar müxtəlif formaya malik olurlar. Formasına görə buludlar 3 əsas qrupda birləşir. Laylı, topa və lələkli buludlar. Buludların hər birinin müxtəlif növləri var. Onlar yer səthindən 2-3 kilometrdən 6 kilometrə qədər və daha yuxarı qatlarda toplanır. İsti hava tədricən soyuq havanın üzərinə hərəkət edir. Yavaş-yavaş yuxarı qalxır. Bu zaman laylı buludlar əmələ gəlir. Alçaq, bozla çalan laylı buludlar səmanı örtərkən hava tutqun olur. Onların hündürlüyü 2 kilometrə qədər qalxır. Laylı topa və laylı yağış formalarına ayrılır. Laylı yağış buludlarından uzunmüddətli yağışlar və qar yağır. Laylı yağış buludlarından uzunmüddətli yağışlar və ya qar yağır. Bəzən geniş ərazilərdə laylı buludlar səmanı tamamilə örtür. Günəş görünmür. Ona görə belə vəziyyətdə qışda hava mülayim, yayda sərin keçir. Bəzən buludlarda laylar boz kölgəsi olan iri təpələr formasında görünür. Onlar laylı topa buludlar adlanır. Həmişə rəngsiz olur. Ağ rəngdə görünür. Günəş şüaları keçə bilmədiyinə görə aşağı hissəsi sıx və tünd rəngli olur. Yazda, yayda və payızda yer səthi çox qızır və buxarlanan suyun miqdarı da artır. Qızmış yer səthindən yuxarı qalxan güclü hava axını ilə birlikdə su buxarı 2-3 kilometr daha yuxarı qalxır. Nəticədə topa buludlar əmələ gəlir. Hava axını sürətlə yuxarı qalxarkən topa buludlar 10 kilometrə qədər yüksələ bilir. Əmələ gələn buludlar tünd rəngdə olur. Səmanı tamamilə örtür. Onlar topa yağış buludları adlanır. Leysan yağışlarının yağmasına və dolunun yağmasına səbəb olur. Lələkli buludlar 6000 metrdən yüksəkdə əmələ gəlir. Hava soyuq olduğu üçün lələkli buludlar kiçik buz kristallarından ibarətdir. Troposferin yuxarı qatlarında əmələ gəlir. Nazik təbəqələr formasında olur. Günəşli günlərdə səmada səpələnmiş halda göz qamaşdıran ağ liflər və ya lələklər formasında görünür. Lələkli buludlar yağıntı vermir. Bəzən havanın soyuqlaşmasının əlamətini göstərir. Səmanın buludlarla örtülmə dərəcəsi buludluluq adlanır. Buludluluq 10 bal və ya faizlə ölçülür. 1 bal 10%-ə bərabərdir. Nefeskop adlanan cihazla buludların sürəti və hərəkəti istiqaməti müəyyən edilir. Buludlar yağıntıların növünü, havanın qızıb soymasını müəyyən edir. Yer səthinin geniş ərazilərində buludlar üzərində müşahidələr kosmik gəmilərdən və meteoroloji peyklərdən aparılır. Alınmış məlumatlar hava proqnozu üçün istifadə olunur. Hava proqnozu. Havanın qabaqcadan xəbər verilməsi, kənd təsərrüfatı, nəqliyyat vasitələrinin idarə edilməsi, ətraf mühitin ekologiyası üzərində nəzarət üçün çox vacibdir. Havanın dəqiq proqnozunun verilməsi üçün bütün yer səthi üzərində atmosfer havasının vəziyyəti haqqında məlumat toplanması tələb olunur. Havanın qabaqcadan xəbər verilməsi üçün meteoroloji stansiyalar, peyklər və orbital stansiyalardan əldə edilən məlumatlar xüsusi mərkəzlərdə toplanır. Sonra təhlil olunur. Alınmış nəticələr Ümumdünya Meteoroloji Mərkəzlərinə ötürülür. Bu mərkəzlər Moskva, yəni Rusiya Federasiyasında, Washington, yəni ABŞ-da, Melbourne, yəni Avstraliya şəhərlərində yerləşir.